Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər. Mir Cəlal Paşayev. Böyük şəxsiyyətlərin bioqrafiyaları bütün dövrlər üçün örnəkdir. Onların təhsili, yaşadıkları mühit, oxuduqları kitablar, qurduqları kitabxanalar, yaradıcılıqları və yetişdirdikləri övladların varislik prinsipi maraqla oxunulur. Böyük şəxsiyyətlər mənsub olduqları xalqın intellektual sərvəti olmaqla yanaşı, həm də bəşəriyyət üçün qənimətdirlər. Söhbət övladdan gedirsə, məsələn, böyük fizik, Nobel mükafatı laureatı Niels Bohr'un oğlu Åge Bohr atasının yolunu getdi və Nobel mükafatına layiq görüldü. Yaxud 20-ci əsrin nəhəng yazıcısı Thomas Mannın oğlu Klaus Mann tanınmış yazıcı kimi yetişə bilmişdir. Bizdə də belə nümunələr çoxdur. Yazıcının oğlu yazıcı, şairin oğlu şair olmalıdır. Yaxud fizik və riyaziyyatçıların əksəriyyətinin övladları atalarının yolunu getməyiblər. Azərbaycanın çağdaş tarixində düşündürücü bir nümunə üzərində dayanmaq istəyirəm. Bir gəncin manifesti Yolumuz Hayanadır, Yaşıdlar, Dirilən Adam, Açıq Məktub kimi fundamental romanların və xeyli sayda şedevr hekayənin müəllifi olan Azərbaycanın görkəmli yazıcısı, ədəbiyyatşünas professor Mir Cəlal Paşayevin övladları Arif Paşayev və Hafiz Paşayev təbiət elmlərini seçdilər. Mir Cəlal görkəmli alim idi. Mir Cəlal yazıcı olmasaydı belə, biz ondan elmdə silinməz iz buraxan görkəmli bir alim kimi söz açardıq. Dünya siyasətinin arxitektoru, sülh üzrə Nobel mükafatı laureatı Henry Kissinger əsərlərinin birində polimat, Yunan dilində çoxelmlilik anlayışına geniş yer verir. Polimat müxtəlif elm sahələri, ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində dərin idraka malik olan şəxsdir. Onları çox vaxt universal və intellektual insan da adlandırırlar. Görsənir ki, böyük yazıcımız Mir Cəlalın polimat olması övladlarında təbiət elmlərinə həvəs oyadıb. Mən Mir Cəlalın universal kitabxasının olduğunu təsəvvür edirəm. Böyük şəxsiyyətlərin bioqrafiyalarından bilirik ki, onların zəngin kitabxanalarında, alim çevrələrində, yaratdıqları mədəni intellektual mühitdə aparılan elmi söhbətlərin sayəsində övladlar özlərinə peşə seçməkdə sərbəst olurlar. Nəticə olaraq Arif Paşayev və Hafiz Paşayev fizika elmini seçdilər. Mir Cəlalın övladları ataları kimi gənc yaşlarından alimlik dərəcələri aldılar, elmin akademik zirvəsinə yüksəldilər. Mir Cəlal Paşayev ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. O, uzun müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışıb, Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Böyük yazıcı alimin oğlu akademik Arif Paşayev öz ixtisasına uyğun Azərbaycan üçün çox vacib bir ali məktəb olan Milli Aviasiya Akademiyasını yaratdı. Akademiya nəhəng kampusu, kitabxanası, təhsil və elm mühiti ilə seçilir. Və elitar idarə etmə elə görünən ulduz kimi parlayır. Bu akademiyada çalışdığım müddətdə azad akademik mühitlə rastlaşdım. Dərsliyi özüm seçdim. Tələbələrə Bertrand Russellin Qərb fəlsəfəsinin tarixi kitabından tədris apardım. Akademiyada təbiət, texniki və humanitar elmlərin yüksək səviyyədə tədrisi ölkə üçün insan kapitalının inkişafına əsaslı töhfələr verir. Akademiyanın hər bir müəllimi bu nəhəng şəxsiyyətin qayğısını üzərində hiss edir. Belə olan halda müəllim də üzərinə düşən məsuliyyəti anlayır. Arif müəllimin rektor və böyük Azərbaycanlı kimi özünə məxsus kübar xarakteri hamımız üçün örnəkdir.